Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Samirə Mustafayeva təqdim edir. Axşamınız xeyir olsun. Xəbərləri izləyirsiniz. Əvvəlcə anonsları təqdim edirik. Daha az enerji, daha çox işıq, közərən lampaların dövrü başa çatır. Yeni LED işıqlandırmanın üstünlükləri nələrdir? Boyanmış toyuqlar satışda. Kənd toyuğu adı altında alıcılar necə aldadılır və bu məhsulların sağlamlıq üçün hansı təhlükələri var? Nicolas Maduro və həyat yoldaşının Venezueladan çıxarılması əməliyyatı BMT-də müzakirə olundu. ABŞ-da keçirilən məhkəmədə Maduro nələr dedi? Vaşinqtondan birbaşa bağlantımız olacaq. Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə mühüm görüş. 35 ölkə liderinin Parisdə dəvət olunduğu görüşdə hansı qərarlar qəbul edildi? İnsan sağlamlığı üçün təhlükəli azbest materiallar mülki dövriyyədən çıxarılır. Bəs prosesə necə nəzarət olunacaq? İndi isə təfərrüatı ilə. Qarabağ zəfəri tarixə yalnız hərbi deyil, həm də siyasi, hüquqi və diplomatik uğurları ilə düşdü. Dünyada müxtəlif regionlarda illərdir davam edən münaqişələrdən fərqli, ordumuz çox qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, mütləq və tam bir qələbə qazanıldı. Bu uğurun arxasında isə lider, xalq, ordu birliyi dayanırdı. Zənnimcə bizim 2-ci Qarabağ müharibəsindəki qələbəmiz, mən bunu bir dəfə demişəm, həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb.